Salam dəyərli izləyicilər. Mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bu gün sizlərlə quantifiers mövzusunda danışacağıq. Dərsimizə başlamamışdan əvvəl dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Quantifiers ismin təyin ediciləridir. Bura aiddir many, much, few, a few, little, a little, a lot of, lots of, plenty of, several, enough və most-u göstərə bilərik. İndi isə bunlar haqqında məlumat verək. Many çox, çoxlu mənasında işlənir. Özündən sonra həmişə sayıla bilən cəm isim qəbul edir. Sayıla bilən cəm isim. Cəm isimlərlə işlənir. Yəni cəm isimdirsə onsuz sayıla bilən isimdir. Lakin bunu qayda kimi həmişə belə deyirik. Özündən sonra sayıla bilən cəm isim qəbul edir. Və adətən sual və inkar cümlələrdə işlənilir. Buna misal göstərək. Many students, many boys, many schools. Özündən sonra ancaq sayıla bilən cəm isim qəbul edir. Much da eyni mənanı verir. Çox, çoxlu mənalarında işlənir. Lakin ondan sonra hər bir zaman sayıla bilməyən isim işlənir. Sayıla bilməyən isim gəlir. Və much da many kimi adətən sual və inkar cümlələrində işlənir. Nümunə verək. Məsələn, much butter, yağ, sayıla bilməyən isim. Və yaxud much luggage, yük deyə bilərik. Bundan əlavə deyə bilərik much salt, much information və s. A lot of, lots of. Bu isimlər eyni mənanı verir. A lot of bərabərdir deyək, lots of. O da bərabərdir plenty of. Bunlar hər üçü çox və çoxlu mənasında işlənir və həm sayıla bilən cəm isimlərlə, həm də sayıla bilməyən isimlərlə işlənir. Yəni, özündən sonra ya sayıla bilən cəm isim gəlməlidir, ya da sayıla bilməyən isim. Sayıla bilməyən isim işlənir. Bir qayda olaraq. Məsələn, nümunə göstərək. A lot of ideas. Çoxlu ideyalar deyə bilərik. Bundan əlavə a lot of money də deyə bilərik. Yəni, ondan sonra həm sayıla bilən cəm isim, həm də sayıla bilməyən isim işləndi. Necə ki, burada işlənmişdir. Ondan əlavə deyə bilərik plenty of furniture, mebel, çoxlu mebel, sayıla bilməyən isim gəldi. Və yaxud deyə bilərik plenty of teachers, çoxlu müəllimlər. Yəni, həm sayıla bilən cəm isim, həm də sayıla bilməyən isim işləndi.
Aha. Daha sonra few'ya baxaq. Few az demək olar ki, heç yox mənasında işlənir. Yəni çox az mənasında işlənir. Mənası az deməkdir. Və özündən sonra həmişə sayılan cəm isimlər gəlir. Bir qayda olaraq özündən sonra həmişə sayıla bilən cəm isimlər işlənir. Nümunə verək. Few girls deyə bilərik. Few pieces of cheese deyə bilərik. Və yaxud few boxes of chocolate deyə bilərik və s. A few isə mənası çox deməkdir. Bir neçə, çox, biraz kimi mənalarda işlənir və özündən sonra bir qayda olaraq sayıla bilən cəm isim gəlir. Eyni ilə few-dakı kimi. Bunların fərqi nədir few və few-nun? Hər ikisindən sonra sayıla bilən cəm isim işlənir, lakin few-nun mənası az, demək olar ki, yox mənasında, demək olar ki, heç mənasında işlənir. A few isə bir neçə, bir az, çox mənasında işlənir. Nümunə versək, a few pieces of information a few deyə bilərik. Burada səhv getdi. A few boxes of fruits deyə bilərik, meyvələr və s. Bundan başqa biz deyə bilərik little barədə danışaq. Little quantifier-ı mənası az, lap az mənasında işlənir. Few kimi lap az mənasında və özündən sonra bir qayda olaraq sayıla bilməyən isim gəlir. Sayıla bilməyən isimlərlə işlənir. Nümunə versək, little salt deyə bilərik, little bread kimi nümunələr verə bilərik, little time deyə bilərik, little money və s. A little isə, a little da bu mənası isə biraz, bir qədər kimi tərcümə olunur və o da özündən sonra həmişə bir qayda olaraq sayıla bilməyən isim tələb edir. Yəni ondan sonra həmişə sayıla bilməyən isim işlənir. Bir qayda olaraq. Nümunə verək. A little noise deyə bilərik. A little noise. A little deyə bilərik. Information. Biraz məlumat və s. Lövhəmizi silək. Aha.
Bundan başqa biz quantifiers danışanda qeyd elədik. Several bir neçə quantifiers də var bizdə, mənası bir neçə deməkdir. Və özündən sonra bir qayda olaraq sayılan cəm isimlər gəlir. Sayılan cəm isimlərlə işlədilir. Nümunə kimi verə bilərik. Several attempts, cəhdlər deyə bilərik. Ondan sonra several deyə bilərik. Flowers, bir neçə güllər. Ancaq sayıla bilən cəm isimlərlə işlənir. Digər quantifiers haqqında danışaq. Enough, kifayət qədər mənasında işlənir. Kifayət qədər. Özündən sonra həm sayıla bilən cəm isim, həm də sayıla bilməyən isim işlənə bilər. Sayıla bilən cəm isim, həm də sayıla bilməyən isim işlənə bilər. Nümunə verək. Məsələn, enough time, kifayət qədər vaxt sayıla bilməyən isimdir. Deyə bilərik enough products, məhsullar. Göründüyü kimi həm cəm isimlə işlənir, sayıla bilən cəm isimlə, sayıla bilməyən isimlə. Hər iki versiyada işlənə bilir. Lövhəmizi silək. Enough barədə məlumat verdik. Bundan sonra bizdə həm də ingilis dilində quantifiers, most, əksər mənasında işlənən quantifiers var. Most. Əksər mənasında işlənir. Həm sayıla bilən cəm isimlərlə, həm də sayıla bilməyən isimlərlə işlənir. Sayıla bilən cəm. Necə ki, enough quantifiers işlənirdi. O da enough kimi həm sayıla bilən cəm isimlərlə işlənir, həm də sayıla bilməyən isimlərlə. Sayıla bilən cəm isim və sayıla bilməyən isim. Sayıla bilməyən. İndi ona bir nümunə göstərək. Məsələn, most information deyə bilərik. Sayıla bilməyən isimlə işlənib. Most information. Yaxud deyə bilərik most schools, məktəblər. Əksər məktəblər, əksər məlumat. Göründüyü kimi burada həm sayıla bilən isim cəm isimlə işlənir, həm də sayıla bilməyən isimlə. Eyni ilə enough'dakı kimi, eyni qaydada. Lövhəmizi təmizləyək. Bundan başqa more quantifiers'ı var ingilis dilində. More mənası daha çox deməkdir. Daha çox mənasında işlənir və özündən sonra digər enough və most kimi həm sayıla bilən cəm isim gələ bilər, həm də sayıla bilməyən isim işlənə bilər. Sayıla bilən cəm isim və sayıla bilməyən isim. Nümunə deyə bilərik more luggage, sayıla bilməyən isimdir, mənası yük, daha çox yük. Və yaxud deyə bilərik ki, more words, daha çox sözlər. Burada words isə sayıla bilən cəm isim, luggage sayıla bilməyən isim. Hər iki variantda işlənir.
Aha, lövhəmizi təmizləyək. Aha, bir qaydanı nəzərdə çatdıraq. A little və yaxud həm də little. Bunu mötərizə şəklində verəcəm. Yəni həm a little, həm little deməkdir. A few. Sonra deyə bilərik any, no, more. More'u axırda verərik. Any, no, some quantifier'sı. Ondan sonra many, much və hər hansı miqdar sayı deyək. Hər hansı miqdar sayı. Yəni burada ola bilər 1, 3, 9 və s. Bunlardan sonra plus cümlə daxilində və yaxud söz birləşməsində more işlənə bilər. More kimi olduqda no-nu saymasaq no more daha yox, yəni yox mənasında işlənir. Lakin digərləri ilə işləndikdə daha başqa mənasında işlənir. A little more, a few more, little more, few more, any more, some more, many more, much more və yaxud məsələn 3 more, 9 more. Bundan sonra özündən sonra əgər many və much ilə işlənmişsə və yaxud hər hansı miqdar sayıyla işlənmişsə plus sayıla bilən cəm isim gələ bilər. Many more books məsələn. Sayıla bilən cəm o vaxtı gəlir ki many və yaxud burada işlənir a few. Bunlarla işləndikdə özündən sonra həmişə sayıla bilən cəm isim qəbul edir. Yox, əgər digərləri ilə işlənmişsə a little və yaxud much ilə işlənmişsə özündən sonra sayıla bilməyən isim qəbul edir. İndi növbəti nümunələrdə o haqda ətraflı göstərəcəyik. Lövhəmizi təmizləyək. Else bizdə daha başqa mənasında işlənir. Yəni başqa, daha bu mənalarda işlənir. Daha çox what else biz bu birləşmədə görəcəyik onu. What else və yaxud anything else deyə bilərik. Yəni bu birləşmələr şəklində cümlə daxilində görə bilərik. Else-dən sonra else özündən sonra isim və əvəzlik tələb etmir. Yəni else plus isim olmaz. Else information, else book, else school, else children belə olmaz. Çünki özündən sonra isim qəbul etmir. İngilis dilində many, much, few, many, much, few və little sözləri özündən sonra so, very və to zərfləri ilə biri ilə təyin oluna bilər. So, little, very kimi zərflərin biri ilə təyin oluna bilər. So elə belə mənasında işlənir burada. Elə belə little. Little yox, burada biz very yazmalıydık. Yəni little-ın əvəzinə. Little özü very ilə işlənir. So, very və to deyək. To ilə. To daha çox mənasını verir. Həddən artıq çox. Həddən artıq çox mənasında işlənir. Həddən artıq çox mənasında işlənir. Very isə
olduqca lap mənalarında işlənir. Yəni çoxluq bildirir hər biri. Və many, much, few və little sözlərindən sözlərin zərfləri kimi təyin olunur. Yəni məsəl üçün nümunə kimi desək, too many proposals deyə bilərik. Too many offers deyə bilərik. Too much information deyə bilərik. Yəni hər biri işlənə bilir. Məsələn deyə bilərik ki, so many students. Yəni özündən əvvəldə so, to və very gələ bilər. Bu quantifiers'dan qeyd etdiyimiz quantifiers'dan sonra daha detallı şəkildə izah edək bunu. Məsəl üçün so many-dən sonra so many birləşməsindən sonra sayıla bilən cəm isim işlənir həmişə bir qayda olaraq. Necə ki many-dən sonra işlənirdi, so many-dən sonra da həmişə sayıla bilən cəm isim işlənir. Nümunə kimi deyə bilərik so many flowers, so many flowers, so many boys, girls, school students və s. Bundan əlavə biz nə deyə bilərik? So much barədə. So muchdan sonra isə so many-nin əksinə olaraq necə ki muchdan sonra işlənirdi, ondan sonra sayıla bilməyən isim işlənir bir qayda olaraq. So much üstə gəl bir qayda olaraq sayıla bilməyən isim işlənir. Aha. Bunu da nümunə göstərsək, so much advice, so much information, so much deyə bilək traffic və s. So few'dan sonra da həmişə sayıla bilən cəm isim gəlir. Özündən sonra sayıla bilən cəm isim işlənir. Bir qayda olaraq. Məsələn, deyə bilərik so few films. Çoxlu filmlər. So few deyə bilərik pieces of meat. Çoxlu ət hissələri və s. So few boxes of chocolate deyə bilərik. Aha, və s. Lövhəmizi silək. Bundan başqa so little qaldı. So little'dan sonra da həmişə sayıla bilməyən isim işlənir bir qayda olaraq. Sayıla bilməyən isim. Necə ki little'dan sonra gəlirdi. Burada da eyni qayda tətbiq olunur. Sayıla bilməyən isim işlənir. Məsəl üçün deyə bilərik so little sugar. Çox az şəkər mənasında. So little salt, so little furniture, so little information və s. işlənə bilər. So plus so'dan sonra a few, a little, a lot of işlənməz. Niyə görə? Çünki so'dan sonra e artikılı gələ bilməz. Ona görə də so'dan sonra a few, little, bir qayda olaraq a lot of işlənmir. So, to və very plus birbaşa isim olmaz.
Yəni ancaq o qeyd etdiyimiz quantifiers ki var idi. So many, much, few, little. Ancaq onlardan sonra bu quantifiers gələrsə özündən sonra isim gəlir. Birbaşa isə so, to plus isim olmaz. Onlardan sonra isim işləmir. Çünki so, to və very zərflərdir. Və özündən sonra sifət və ya zərf tələb edir. So good deyə bilərik nümunə kimi. Too late, çox gec mənasında işlənə bilər. Very nice, very interesting. Yəni buradan göründüyü kimi özündən sonra ancaq sifət və zərf qəbul edir. Birbaşa isim qəbul etmir. Aha. Bundan başqa only belə bir ifadə də var quantifiers'dan, hansı ki testlərdə və suallarda düşür. Buna diqqət etmək lazımdır. Only plus a few və a little ifadələri işlənir və əvəzliklərin qarşısına gəlinir. Yalnız bir neçə, yalnız bir az mənalarında işlənir. Yəni bunu yadda saxlayaq. Only plus a few, only plus a few bərabərdir few mənasını verir. Onun da mənası yalnız bir neçə deməkdir. Yalnız bir neçə. Plus only a few-dan sonra həmişə cəm isim işlənir. Sayıla bilən cəm isim. Yəni cəm isimdirsə deməli sayıla biləndir. Ona görə qarşısına sayıla bilən qeyd etmədim artıq. Nümunə göstərək. Only a few friends deyə bilərik. Yəni yalnız bir neçə dostlar. Only a few books deyə bilərik. Only a few schools deyə bilərik. Daha sonra only plus a little-a baxaq. Only plus a little bərabərdir little mənasını verir. Və bunun da tərcüməsi yalnız bir az. Yalnız bir az. Yalnız bir neçə, yalnız bir az. Plus sayıla bilməyən isim. Sayıla bilməyən isim işlənir. Nümunə kimi deyə bilərik ki, only a little news, yalnız biraz xəbər, only a little jam, only a little traffic. Bu kimi mənalarda qeyd edə bilərik. Lövhəmizi təmizləyək. Daha sonra saç əvəzliyi a little sözü ilə təyin oluna bilər. Yəni saçdan sonra plus a little gəlib saç a little kimi işlənə bilər və bu ifadədən sonra həm sayıla bilən cəm isim, sayıla bilən cəm isim, həm də sayıla bilməyən isim işlənə bilər. Sayıla bilməyən isim işlənə bilər. Yəni hər ikisi gələ bilər. Bu qaydanı yadda saxlayaq. Və buna nümunə göstərə bilərik. Such a lot of və deyə bilərik ki, such a lot of birlikdə hansı mənanı verir? So many. Such a lot of bərabərdir so many. Yəni eyni mənanı verir. Deyə bilərik such a lot of əgər özündən sonra sayıla bilən cəm isim gəlirsə, so many, yəni so many-dən sonra mütləq sayıla bilən
cəm isim gəlməlidir mütləq şəkildə. Yəni, əgər özündən sonra sayıla bilən cəm isim gəlibsə, saç-elotov sol meni mənasında işlənir. Yox, özündən sonra sayıla bilməyən isim gəlibsə, bu zaman saç-elotov solmaç mənasında işlənir. Sayıla bilməyən isim gəlibsə, saç-elotov solmaç mənasında işlənir. Bu qaydanı da yadda saxlamaq çox vacibdir. Saç əvəzliyindən sonra many, much, few və little işlənməz. Bu bir qayda olaraq belədir. Saçdan sonra a lot of işlənir. Bunu da ki, biz belə yadda saxlaya bilərik ki, saçdan sonra e artikılı gəlməlidir. Saç a lot of bu tipli. Yəni, bunlarda e artikılı olmadığına görə, ona görə onlarla işlənə bilmir. Saçdan sonra a lot of gəlmir. Bir qayda olaraq. Biz həm də belə baxa bilərik ki, saç əvəzliyindən sonra həm də sifət plus isim də gələ bilər. Saç əvəzliyindən sonra sifət plus isim də işlənə bilər. Yəni, bunu saç a lot of-la qarışdırmaq olmaz. Məsələn, deyə bilərik, such a bad day. Göründüyü kimi, e artikılı plus sifət plus isim işlənmişdir. Yəni, bu tip birləşmələrdə mövcuddur. Bugünlük bu qədər. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 8691 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, MİQ, sertifikasiya və magistr istiqamətindədir. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək.